Salam değerli dostlar, Özelləşdirmə Çekləri qrupunun değerli üzvləri. Bu videonu sizə məlumat xarakterli olaraq çəkirəm. Bilirsiniz ki, hardasa bir ilə yaxındır ki, məhkəmələrdə özəlləşdirmə çekləri ilə bağlı oradakı hüquqların təmin olunmasına dair məhkəmə işimiz davam edir və ən nəhayət 5-ci günü, yəni ayın 14'ü, səhv etmirəmsə 14'ü, noyabr ayının 14'ü Ali Məhkəmə öz qərarını verdi. Bilirsiniz ki, bu proses keçən il yay ayında imzalama prosesi ilə başladı. Hardasa 4000'ə, 5000'ə yaxın insan gəlib öz hüququnu tələb etmək üçün imzaladılar. Onlardan 1000'ə yaxın şəxs iddia ərizəsini imzaladılar, digərləri isə üçüncü şəxs olaraq işə daxil olmaq istədiklərini bildirdilər. Və məhkəmə işi bilirsiniz ki, Bakı İnzibati Məhkəməsində başladı və Bakı İnzibati Məhkəməsində verdiyimiz iddia ərizəsi mümkün hesab edilmədi. Yəni bu işi qərardadla rədd elədi ki, məhkəmə bu işin araşdırılmasına, yəni mahiyyət üzrə araşdırılmasına ehtiyac yoxdur. Daha sonra apellyasiya şikayəti verildi. Apellyasiya məhkəməsi də Bakı İnzibati Məhkəməsinin bu qərarını qüvvəsində saxladı. Apellyasiya məhkəməsinin qərardadından da bunu xüsusilə vurğulamaq istəyirəm. Qərardadla qərarı bir-birinə qarışdırmayaq. Qərardadından da verdiyimiz kassasiya şikayətinə Ali Məhkəmədə hardasa 7-8 ay baxıldı və ən sonda Ali Məhkəmə də öz qərardadını qəbul edərək bildirdi ki, mən Apellyasiya Məhkəməsinin qərardadını qüvvəsində saxlayıram. Yəni bu işi mümkün hesab etmirəm qənaətinə gətirdi. Dolayısıyla bu qərardad olaraq bu işə son nöqtəni Ali Məhkəmə qoyması o deməkdir ki, bu iş mahiyyəti üzrə gələcəkdə araşdırıla bilər. Amma təbii ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Ali Məhkəmənin plenumuna müraciətlərimiz və şikayətlərimiz olacaq. Dəyərli dostlar, sizdən əsas xahişimiz odur ki, bu işlə bağlı haqqınızı tələb etməyə davam edin və təbii ki, sivil qaydada, qanun çərçivəsində tələb edin və öz deputatlarınıza, Milli Məclisə yazılı müraciətlər göndərin, deputatlarınızla gedib şifahi qaydada görüşün və onlara da bu barədə məlumatlar verin və bilirsiniz ki, artıq son gəlişmələrlə birlikdə 30'a yaxın deputat bu haqq tələbimizi dəstəkləyir və bu səsin, bu haqlı tələbin Cənab Prezidentə çatması ilə bağlı bütün hərəkətləri edəcəyini bildirirlər. Bu deputatların sayı daha çox olarsa, təbii ki, Milli Məclisdə bir qanun təklifi ola bilər və bunun yanında bilirsiniz ki, özəlləşdirmə ilə bağlı yeni bir qanun layihəsi var ki, həmin qanun layihəsində bu barədə bir bənd əlavə oluna bilər və dolayısıyla haqqımız öz yerini tapa bilər. Ona görə də təbii ki, burada dayanmağa ehtiyac yoxdur. Sivil qaydada öz tələblərinizi deputatlarınıza bildirin, çatdırın, öz xahişlərinizi onlara çatdırın və bildirin ki, yəni bu haqq var, özəlləşdirmə çekləri ilə bağlı, özəlləşdirmə payları ilə bağlı mülkiyyət haqqımız var və bu haqqın təmin olunması ilə bağlı bütün köməkliyin göstərilməsini deputatlarımızdan xahiş edirik. Yəni bunu çatdırmağınız çox faydalı olacaqdır. Eyni zamanda təbii ki, bu məlumatların bir-biri ilə paylaşmağınız, bir-birinizə məlumat verməyiniz də internet şəbəkələrində, internet resurslarında paylaşmağınız da faydalı olacaqdır. Bilirsiniz ki, bu deputatların müraciətlə bağlı bir yazılı müraciət forması da var. Bu müraciət forması bizim bu videonun
bu videonun sonunda o link hissəsində əlavə olunacaq. Oradan götürə bilərsiniz. Eyni zamanda linkdə göstərilən telefon nömrəsinə WhatsApp vasitəsilə müraciət edərək də oradan da deputatların müraciətlə bağlı yazılı ərizəni əldə edə bilərsiniz. Yəni dayanmağa, ruhdan düşməyə ehtiyac yoxdur. Haqq hər zaman tələb olunmalıdır. Haqlı işinizi hər zaman tələb edin. Təşəkkür edirəm, sağ olun.